Salam izləyicilər, bundan öncəki videoda isə cəhd müraciət panelində yerləşən Customize Quick Access Toolbar düyməsi haqqında məlumat vermişdim. Hansı ki, buradan əmrləri seçərək cəhd müraciət panelinə əlavə edə bilərsiniz. Lakin bu siyahıda olmayan digər əmrlər var. Yəni bu əmrləri bu düymə içərisində More Commands adlı alt əmr var. Bu əmr üzərində mouse'un sol düyməsini vuraraq buradan əlavə edə bilərsiniz. Bu zaman Excel Options adlı dialoq pəncərə açılacaq. Burada Choose Commands From sahəsində əmrləri seçərək və daha sonra Add düyməsini sıxaraq əlavə edə bilərsiniz. Həm əmri seçib Add düyməsini vuraraq əlavə etmək mümkündür. Həmçinin əmr üzərində mouse'un sol düyməsini 2 dəfə vuraraq da siz əmri cəhd müraciət panelinə əlavə edə bilərsiniz. Bundan başqa, əgər istədiyiniz əmr bu Popular Commands, yəni populyar əmrlər seçimi altında görsənmirsə, buradan məsələn müəyyən sizə lazım olan əmr hansı tabda yerləşirsə, o tabı seçib həmin tab üzrə açılan əmrləri də buradan seçib əlavə edə bilərsiniz. Və əlavə etdiyiniz əmrləri də buradan bu düymələr vasitəsilə yerini dəyişdirə bilərsiniz. OK düyməsini sıxsaz və həmin əmrlər cəhd müraciət panelində görsənəcəkdir. Əgər həmin əmrləri cəhd müraciət panelindən silmək istəyirsinizsə, More Commands əmrinə yenidən icra edirik və buradan bu əmrləri seçib Remove əmrini sıxmaq kifayətdir. Üzərində mouse'un sol düyməsini də 2 dəfə vuraraq bundan sonra silə bilərsiniz. OK düyməsini icra eləsək, gördüyünüz kimi cəhd müraciət panelindən həmin əmrlər silinəcəkdir. Həmçinin fayl tabına daxil olursunuz. Burada Options adlı əmri icra etirsəniz, burada yenə Excel Options adlı dialoq pəncərə açılacaq. Burada Quick Access Toolbar bölməsi üzərində mouse'un sol düyməsini vursanız, yenidən cəhd müraciət paneli əlavə eləmək üçün həmin sahə açılacaqdır. Bundan başqa cəhd müraciət panelində yerləşən əmrlər üzərində, yəni hər hansı birinin üzərində mouse'un sağ düyməsini vursanız, açılan kontekst menüdən Customize Quick Access Toolbar əmri üzərində mouse'un sol düyməsini bir daha vursanız, yenidən həmin dialoq pəncərəsinə keçid etmiş olarıq. Cəhd müraciət panelinə əmr əlavə eləməyin 4-cü yolu isə hansı ki, bu digər üsullara nisbətən daha asan yoldur. Konkret bir əmr üzərində mouse'un sağ düyməsini vurursunuz və açılan kontekst menüdə Add to Quick Access Toolbar əmri üzərində mouse'un sol düyməsini bir daha vurursunuz və gördüyünüz kimi həmin əmr cəhd müraciət panelinə əlavə edildi. Əlavə edilmiş həmin əmri silmək istəyirsinizsə, həmin əmr üzərində mouse'un sağ düyməsini vurursunuz və bu zaman Remove from Quick Access Toolbar əmri üzərində mouse'un sol düyməsini bir daha vurursunuz və gördüyünüz kimi həmin əmr cəhd müraciət panelindən silindi. Həmçinin qeyd edək ki, cəhd müraciət panelinə bütövlükdə lent qrupunu da əlavə etmək mümkündür. Məsələn, hər hansı lent qrupu üzərində mouse'un sağ düyməsini vurursunuz və burada yenə Add to Quick Access Toolbar əmri üzərində mouse'un sol düyməsini bir daha vururuq və gördüyünüz kimi bu zaman Editing adlı lent qrupu bütövlüklə cəhd müraciət panelinə əlavə olundu. Əgər buradan silmək istəyirsinizsə, onun üzərində mouse'un sağ düyməsini vurursunuz və açılan kontekst menüdə Remove from Quick Access Toolbar əmri üzərində mouse'un sol düyməsini bir daha vurursunuz və həmin lent qrupu cəhd müraciət panelindən silinəcəkdir. Videonu bəyəndiyinizsə like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dəstəklərindən faydalanıb bilsinlər. Hələlik sağ olun.